Salamlar, sabahınız xeyir olsun. Bugün fikirləşdirdim ki, daha imtahan qutarıb, heç bir işim yoxdur. Amma ki, uşağın genetika çəkilişi var. İndi uşağı ora aparmalıyam. 9-un yarısı başlayır. Hazırlaşıb çıxmalıyıq. Futbol da hər gün 1 saat olan futbol bugün 2 saatdır. Uşaqlara tez bazar pankek eləyirəm ki, yesinlər, əli yesin, gedək. Məhəmməd də duranda ac qalmasın. Hələ bugün saat 2-də evdən çıxmalıyıq futbol üçün. Futbol 2 saat olacaq bugün. 2 saat namısını məşq edirsiniz. Məşq 1 saat 20 dəqiqə futbol. Yarış edirsiniz. Pankeklərim də bu şəkildədir. Avtomatik gözə yarı pişirirəm. Çünki tez-tez pişirəm, bilirəm nəyə nə qədər tökmək lazımdır. Çox yumuşaq və şirinsi qaydasındaydı və çıxdıq yola, gedirik çəkilişə. Bəli, düz təxmin edirsiniz. Ən dinç durmayan uşaq mənimdir. Vinetkamızın ideyası və məzmunu çox mənim xoşuma gəldi. Məktəb temasındaydı. Amma çəkiliş çox uzun və yorucuydu. Çünki 50 uşaqla işləmək təbii olaraq asan deyil. 50 uşaq, 50 valideyn, hər kəsin öz istəyi, öz kaprizləri. Uşaqlar da biz də yorulduq. Ay qardaş, bizim deyil. Əli, salam uşaqlar, necəsiz? Uğurlar arzulayıram sizə. Yaş ayqa götürməyəcək. Mən gedirəm. Hə. 2 saatdan sonra gələcəm sizi götürməyə. Sağ olun. Sırama. Ev şalvarı ilə babet ayaqqabı. Belə bir kombinasyon yoxdur da, yəni. Hələ dəri kutku geymişəm, altında da qısa qol kofta. İndi istəyirəm ki, hardasa gedim bir yerdə oturum, nəsə içim. İndi təsəvvür edin ki, bir yerə gedib oturum da kutka ilə oturacağım. Yəni bu dağınıqlıq hara qədər davam edəcək, hələ mən də bilmirəm. Yaxınlıqda çox bəyəndiyim bir dənə kafe yeri var. Ora gedirəm. Orada oturum, videomu editləyim. Yəni biraz dincəlməsində özümlə çay götürmüşəm. Yolda içərəm. Prosta çayla içməyə heç nə götürməmişəm. Elə maraqsız olacaq. Yoxsa gedim bir yerdə oturum. Elə bəlkə video çəkərəm orada. Bilmirəm elə. Bilirəm, video keçidi çox gözlənilməz oldu, amma 1 saat oturdum orada demək olar. Videomu editlədim, sonra dedim ki, vaxt itirməyim. Gəldim evə lazım olan bəzi əşyaları almağa. Nə aldım? Birazdan onları göstərəcəm. Burada da belə maraqlı əşyalar var idi. Nəysə də çox da maraqlı deyil, amma nəysə. Və əlinin o profesional gimnastika hərəkətlərini göstərəcəm. Ən düzgün eləməyən kimdirsə, hansını görürsünüzsə, o mənim uşağımdır. Burada pres hərəkətləri eləyirlər. Bazardan gəldim, uşaqları futboldan götürənə qədər nələr aldım göstərmək istəyirəm. Mop aldım. Mamam gildə bir dəfə istifadə eləmişdim, xoşuma gəlmişdi. Bəlkə bundan sonra evi silməyə, tez silməyə daha həvəsli olaram. Buradakı zibil qutusunda nə aldım? Videoda gördüm ki, ayda bu qədər də düşməmsən də zibil qutusunu hansısa bir plastik vedrədən yox, zibil qutusundan da istifadə edə bilərsən deyə düşündüm və həmən zibil qutusu aldım. Bir də tripod aldım. Bu işi yatırım eləmək önəmlidir və uşaqlara corab aldım. Bir futbolist olaraq bütün günü corabları bərbad günə qoyurlar. Yəni sağlam corab çox az müddət bizə dözür. Ona görə tez-tez corab almaq məcburiyyətində qalıram. Belə. Bir də dolma pişirmək üçün şüş aldım. Ruslan bugün yağ gətirsə, bugün olmasa da sabah alacağım. Heç məşqdə 2 saat futbol oynamayıblarmış kimi evə gəlib təzələnən əminəvələrini də çağırıb həyətdə yenidən futbol oynayırdılar. Yoldaşım da hakimlik eləyirdi.
Yoldaşım özü qida sektorunda çalışır və onlar kərə yağını topdan alırlar və aldıqları kərə yağını da laboratoriyada neçə mərhələli, səhv eləmirəmsə ya 7 olmalıdır ya da 11 mərhələli laboratoriya testindən keçirdikdən sonra əmin olduqdan sonra ki bu təmiz kərə yağıdır, sonra alırlar optavoy şəkildə. Biz də yoldaşım özü də həmin işdən optavoy aldığı qiymətlə evə lazım olan qədər bəzən 10 kilo, bəzən 20 kilo kərə yağı alır. Mən də bu şəkildə kərə yağını hissələrə ayırıb istifadə üçün buzluğa yerləşdirirəm. Bu şəkildə bizə sərf eləyir. Həm də ki, mən də razıyam bu kərə yağının belə deyim, dadından razıyam. Neçə kilodur Ruslan? 5. Düz bölmədin, ha? Düz bölmədin. O birinci... Ay oğlum, ya bölürlər, ya susurlar. Mənə deyərdin ki... Bu həyatın necə belə qanunudur. bölüb? Mən sənə deyərdim ki, birinci onu bilir səhv edirsən. Birinci Ala iz böl, eləyirsən. ala. Bax, Ala böl. birinci... Xahiş edirəm böl. Birinci iz eləyirsən, bax belə. Belə bölmək istəsənsə... Baba, iz elədin, düzdür. Növbəti izi dərinləşdirdim 1 santimetr. Gördün? Bu niyə birinci eləyirsən? İki böl də. Sən belə bölürsən, mən belə bölürəm də bunun kimi. Yəni başa salıram sən necə eləyirsən. Bax, elə. 1 santimetr girdi, indi 2 Nəzi santimetr. yerinə bax ki, yekə yer elə. Bax, bilmirsənsə, hə, bilmədiyin şeylə gəlsən mənə burada kömək edirsən. Xahiş edirəm, bunları böl, mənə ver, mənim gücüm çatmır ona. Sabah üçün bişirəcəyim dolmalıq göyərtiləri və yarpağı təmizləyirəm. Yarpağı alanda birinci bu yarpağı gördüm. Görən kimi də aldım. Qiyməti 5 manataydı. Amma iri yarpaqlar idi. Mən belə yekə yarpaq görməmişdim. Normalda heç vaxt almaram yarpaq. Hazır bankada olanlardan alıb belə istifadə edirəm. Ondan sonra da getdim qabaqda gördüm ki, balaca şəffaf yarpaqlar var. Qiyməti 15 manatdır. Şoka düşdüm ki, bu qədər fərq nədir də, nəyə lazımdır? Həm də niyə bu qədər fərq var? Çox böyükdür yarpaqlar. Ona görə mən yumru bükürəm dolmanı. Ona görə yarpaqların hamısını ortadan böldüm. Kiçik dolma bükümdür. Amma yenə də yəni kiçik olmadı. Yenə də böyük oldu. Hi guys. Today I clean my son's rooms because a lot of time I don't clean this for week time. I don't touch this room. Every day we use this room, but I don't clean because today I clean my children's room, and first I take my medicine because these supplements give me energy. I be focused. This supplement give me energy. Give me energy, and I be focused. The supplements helps me for every day, and I every day take my medicine. Today, no, it's very 4. Wait, no. Room. I go to cleaning.
mən nə edəcəm? Bax, otaqlarda da paltarlar var. Gidib hamısı bir də idealı sərəcəm yerə, bütün paltarları tökəcəm içinə. Qoy danışmım da göstərim. Sonra oradan ayıracağım yulasları, təmizləri ki, burada inanmıram təmiz paltar olsun. Daha sonra da ağlar, qaralar olaraq ayıracağım. Daha sonra da qatalanacaqlar varsa qatalayacağım, yerinə qoyacağım. Ondan sonra pastel falan dəyişdiriləcək. Hələ ki bu qədərdir. Hə? Yaxşı, pişirərəm. Hə, pişirərəm indi. Yaxşı pişir. Yaxşı, çox sağ ol. Vlog çəkməyə start verdiyim gündən bəri evimi dağınıq şəkildə görürsüz. Evim normalda əsla bu dərəcədə dağılmaz. Bu dərəcədə o vaxt dağılır ki, bir neçə gün ard-arda evdə olmuram ya da çox vacib çöldə işlərim olduğuna görə evdən belə deyim istifadə eləyirik, amma düzəltmirik. Yəni uşaqlar da oğlan uşağı da nə qədər də desəm, başa salsam, yenə də uşaqlarda tökdüklərini yığışdırmaq deyə bir vərdiş yoxdur. Buna təəssüflənirəm ki, bunu uşaqlara öyrədə bilməmişəm. Amma çalışıram ki, yenə də hər şeyi maksimum səviyyədə sadələşdirim ki, dağılanda da yığışdırmaq mənə rahat olsun. Bu arada biraz fasilə verdim, əli yemək istəyirdi. Onlar futboldan çıxanda onlara dönər almışdım, amma özümü almamışdım, çünki dönər istəmirdim. Gəldim evə, işlərimi görmək üçün yemək yemədim, amma indi gördüm ki, çox acam məhz indi. Dedim ki, nə olsaydı çox dadlı yeyərdim. Sadəcə sual verdim. Sonra da başımı buraxdım, işimə davam elədim. Yəni yemək falan yadıma düşmədi. Və yoldaşımın əmisi qızı, həm də qonşumuzdur, bizə aş gətirib. Dedim, bismillah eləməmişdən qabaq, dedim ki, qoy bunu da vlogluyum. Sonra davam eləyərik. Qutablar var, burada belə qəşəng blinçiklər var. Çox sağ ol Tinə. İstəm manifestin əsl dibi, yəni manifestin kökü, başqa da heç nə. Çox ləzzətli. Bir də onu qeyd edeyim ki, mənim üçün asan deyil, bir hiperaktiv bir insan olaraq, diqqəti yayınıq bir insan olaraq bir işə uzun müddətli fokuslanmaq. Buna görə də mən qida əlavələrindən istifadə edirəm. Məsələn, bir işlə uzun müddət məşğul olacamsa, təxminən yarım saatdan daha çox orada sıxılmayım deyə. Bu arada bu kaşyoku artıq atıram, ömrünü tamamlayıb. Əgər uzun müddət məşğul olacamsa, mütləq diqqət toplamaq üçün qida əlavəsindən istifadə edirəm. Mən adi bir qab yuyanda belə qab çoxdursa, o qabları yumaq üçün çox sıxılırdım. Daimi olaraq şampunla. Biraz şampun yandan sonra sıxılırdım ki, nə qədər qab şampunladım da. İndi bunları qalanı biraz yaxalayım, sonra təzədən şampunlayaram. Yəni belə bir yüksək dərəcədə diqqət dağınıqlığım var. Bunu da qida əlavələri ilə kompensasiya eləməyə çalışıram. Otağın yarısı qaldı, sabah eləyəcəm. İndi ağları atıram. Paraşok və ağardıcı persol vuracağım. Qalacaqsa budur bir dənə knopkanı basacağım, problem həll olunur. Bir də ben əvvəl ağlar üçün Ariel pot istifadə edirdim. 10 dənəsinə 14 manat pul verirdim. İndi buna 20 dənəsə 8 manat verirəm və ətri də qəşəngdir. Qəşəng də köpürür, qəşəng də təmizləyir. Yəni razıyam buna və həm ağlar, həm də rənglilər üçündür. Mən buna əlavə olaraq ağlar üçün persol da dökürəm. Problem
Bu şekilde. Sağ ol. Patlıları koydum oraya. Kola bu şekildedir. Tezgah kutusu. Ve ben bu şekilde kolanı koyup dolmanı da beşmişini bu şekilde koyup gedirəm yatmağa. Hə, harana buranı dersən, hə, düz deyirsən. Əsl materialdır, qoy çəkim. Onsuz da sabah buranı hamısını yığışdıracağam. Və həm də olsun bugün də bu şəkildə sonlandırdıq. İndi yatıram. Sabahınız xeyir olsun. Saat 7'dir. Oyanmışam. Və indi dolma pişməyə qoymalıyam ki, saat yarımdan sonra evdən çıxacaq. Ruslanla meyvə tərəfəz alışverişinə getməliyik həftəlik. Əvvəlcə bunu qaynar suya tökəcəm yəqin ki, çünki təzə yarpaqdır. Bir də keçən videonun sonunda video mənasız yerdən boş yerə uzanıb. Bu da ona görədir ki, mən hələ edit prosesini tam yaxşı bilmirəm. İnşallah öyrənəcəm. Bu arada səhər yeməyə vaxtım olmadı, amma suyumu içdim. Və bu yaxınlarda bir tanışım mənə belə bir geri dönüş elədi ki, təzə vloqlarımı izləyən. Dedi, hər şey çox qəşəngdir, kontentin də maraqlıdır, deyir, maraqlı fikirləşmirsən. Dedim, nəyi? Dedi ki, hər kəs təmiz evdə nəsə paylaşır. Sən deyir, belə də Messi girl vibe yaratmısan. Mən də dedim ki, yox, mən yəni əslində düşündüm bunu və bu mənə biraz gülməli gəldi. Əslində bu mənim istədiyim bir şey deyil, heç mən bunu düşünməmişdim də. Sadəcə belə başlamağım, o start vermə nöqtəm bu ana denk gəldi deyə, bu ana təsadüf elədi deyə belə alındı. Yoxsa yenə də deyirəm, inşallah irəliləyən bölümləri davamlı olaraq izləsəz, görərsiniz ki, heç mənim evim bu qədər dağılmır. Mən bu qədər də çox naqruzka ilə hər gün işləmirəm. Elə vaxt olur ki, bütün gün uzanıram. Yəni hazır yeməyim olur, ya harasa gedəcəyik, həmin günü heç vəbşi yemək belə bişirmirəm. Yəni, bu sadəcə təsadüf elədi bu dönəmə. Belə. Baxmayaraq ki, yarpaqları kəsmişdim. Buna rəğmən yenə də yarpaqları yekəydi və çox səliqəsiz büküş alındı, belə də bükmə alındı. Mən belə xoşlamıram. Balaca yarpaqlar olur, standart da olur sanki də onlar yumru kimi. Dolmanı bükdüm artıq. İndi bunu qoyacağım qaynamağa. Sonra da biz çıxacaq. Yarpaqlar çox ölüdür. Hani xalar dedim ki, özü bir bişirimlik ver. Nə qədər yarpaq qaldı. Mən bunu neyim? Dolmaların ölçüsünə. Həyatımda bu ölçüdə dolma görməmişəm və bükməmişəm. Boyda yarpaq. Dolmaları da rəngli çox tutarmışam. İndiyə nə qoydum ben onu. Ruslan deyir ki, azraş gedək. Bilməm, mən bunu tulamaq istəyirəm. Bu boyda yarpaq saxlamaq istəmirəm. Heyifdir, düzdür. Amma atıram. Çünki bu ölçüdə yarpaq mənasızdır. Qazda yemək, maşında paltar. Və mən gedirəm alışverişə. Belə görünürəm. İnşallah ev köynəyi üstündən pincək. Abi bazara gedirəm, neyniyim? Makyaj mı eləyim? Abi bazara gedirəm. Nə geyinim? Platya geyinəcək deyiləm hər halda. Вечерный don geyinməyəcəm ki.
Yəni ən azından şalvarı dəyişə bilərsən də. Baxdım ki, təmizdir. Niyə dəyişim? Bir şkadan almışam özüm. Evdən çıxmışıq, gedirik yarmarkaya. Burada həftəlik meyvə tərəvəz alışverişimiz eləyəcəyik. Bundan sonra saat 12-də mənim var conversation'ım. Oğlumu da aparacağım. Çünki ona dedim ki, biz mafya oynayacağıq. Dedim, mən də oynamaq istəyirəm. Ona görə onu da aparacağım. Daha sonra uşaqları futbola aparmalıyam. Sonra da salona yazılmışam. Salona gedəcəm. Bugünkü planım budur. Bu ərəfədə də evləri yığışdırmalıyam. Yəni düşündüm. Bax, şöyle nəyə çatdıracaq, nəyə yox. Baxan içədir. Verin də bir kilo. Gəlsin içədir. Gəlsin içədir. Alışverişimizi elədik. Gedirəm istiqəndə şeylər toxumağa. Bu aralar mənim dərslərimlə əlaqədar uşaqlara belə yaxşı qidalar, düz əslində hazırlamışdım. Dolma falan yedilər də, amma o da çox az oldu. Daha çox karbohidrat tərkibli qidalandılar, amma inşallah bu günlərdən sonra mən yenə də protein ağırlıqlı qidalanmaya üstünlük verəcəm. Bu günləri abedə yarpaq dolması, axşama da lebeniya süpü eləyəcəm. Belə yəni çalışacağım ki, uşaqlara daha qidalandırıcı yeməklər hazırlayım. Yoldaşım deyir ki, qidalandırıcı səhv demişəm. Qida dəyəri zəngin deməliydim. Deyirəm. Qida dəyəri zəngin qidalar verməyə çalışacağım. Belə burada videonu sonlandırmaq məcburiyyətindəyəm. Çünki video çox uzandı. Editləyib qutarandan sonra baxıram ki, çox uzun video oldu. İkinci hissədən kiçik fraqmentlər paylaşacağım. İkinci hissəndə inşallah sabəsindən bölüşəcəm. Əgər maraqlıdırsa mənə dəstək olmağı, abunə olmağı, bildirimləri açmağı və fikirlərinizi bildirməyi unutmayın. Who's not kind. İki tane yumurta. Tırnaklarım bu şekilde oldu. Çok